Ermənistanın baş naziri Nikol Paşinyan diqqət çəkən açıqlamalarla çıxış edib. Vaşinqtonda Azərbaycanla imzalanan sazişin sülh üçün zəmin yaratdığını deyən Paşinyan, Azərbaycanla sərhəd məntəqələrində sadələşdirilmiş qaydaların tətbiq olunacağını bildirib. Baş nazir həmçinin yeni konstitusiyanın qəbul edilməsi ehtimalından da danışıb. Ermənistan avqustun 8-də Vaşinqtonda Azərbaycanla imzalanan sənədlərlə yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib. Qarşıda görüləcək çox iş var. Bu, sülhə yönələn konstruktiv və yaradıcı fəaliyyətdir. Biz hamımız bu işə maksimum diqqət yetirməliyik deyə Paşinyan əlavə edib. Vaşinqtona yola düşməzdən əvvəl hökumətin iştirakı ilə Təhlükəsizlik Şurasının geniş tərkibi, Ermənistan prezidenti, parlament üzvləri və bölgə rəhbərləri ilə məsləhətləşmələr apardıq. Mətn üzərində təhlil apararaq belə nəticəyə gəldik ki, bu addımı atmaq vacibdir. Vaşinqtonda Azərbaycanla imzalanan sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq. Hamımızı Ermənistan və Azərbaycan arasında imzalanmış sülh sazişi münasibəti ilə təbrik edirəm. Bu saziş Vaşinqtonda qəbul edilən deklarasiya nəticəsində baş tutdu. Nikol Paşinyan daha sonra brifinq keçirib. Azərbaycana məxsus 4 anklav kənd barədə danışan Ermənistan baş naziri deyib ki, nəzarətimiz altında olan ərazilərin suveren Azərbaycan əraziləri olması reallığı ilə üzləşməliyik. Bu məsələ sərhədlərin müəyyən edilməsi prosesi zamanı öz həllini tapmalıdır. Nikol Paşinyan jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycanla sərhəd məntəqələrində yeni tənzimləmə prinsiplərinin tətbiqi planlaşdırılır. Biz Ermənistan-Azərbaycan sərhəd məntəqələrini sadələşdirəcəyik deyə Paşinyan vurğulayıb. O, sülhün Ermənistan-Türkiyə sərhədinin açılmasına şərait yaradacağına əminliyini bildirib. Ermənistan hakimiyyəti təkcə Azərbaycanla sərhəd məntəqələrində deyil, ölkənin bütün sərhəd məntəqələrində sadələşdirmələr və yeni tənzimləmələr tətbiq etməyə hazırlaşır. Məqsəd biznes mühitinin yaxşılaşdırılması, həmçinin ixrac, idxal və tranzitin maksimum dərəcədə asanlaşdırılmasıdır. Bu addım sərhəd prosedurlarını sürətləndirəcək və ticarəti, eləcə də insanların hərəkətini asanlaşdıracaq. Sərhədin daha əlçatan və şəffaf olması regional əməkdaşlığın inkişafına töhfə verəcək. Ermənistan baş naziri həmçinin konstitusiya dəyişikliyinin mümkün olduğunu bildirib. Paşinyan hökumətlə birgə yeni konstitusiya layihəsi üzərində işlədiyini diqqətə çatdırıb. 2026-cı il seçkilərində Ermənistan vətəndaşları sülhün olub-olmaması arasında seçim edəcəklər. Əgər ratifikasiya prosesi zamanı Konstitusiya Məhkəməsi sülh sazişinin paraflanmasının Konstitusiyaya zidd olduğunu qərar alarsa, mən şəxsən Konstitusiya dəyişiklikləri ilə bağlı təşəbbüs irəli sürəcəm. Hazırda buna dair düşünməyə ehtiyac yoxdur. Amma bizdə yeni Konstitusiyanın qəbul edilməsi gündəliyi var. Nikol Paşinyan onu da bildirib ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvanı əlaqələndirəcək yolu Ermənistan-ABŞ şirkəti idarə edəcək. Bu marşrutda əsasən biznes idarə etməsi həyata keçiriləcək. Nikol Paşinyan 2026-cı il üçün müdafiə xərclərində əhəmiyyətli artımın planlaşdırılmadığını deyib.